Ruhdan heç nə silinmir. Bəs deyir, axı bizi bağışla. Bağışlamaq bir şeyin ruhdan silinməsi deyil. Bilirsiniz necə bir şeydir? Örtülməsidir. Belə bir qayda var da, yaranan itmir. Maddə də itmir ki, bilirsiniz də. Eləcə də heç nə. Mən bir söz dedimsə, həmişə var o söz və salam o itməyəcək. Mən bir baxdımsa, təsir ruha düşdüsə, həmişə var. Sadəcə olaraq tövbə nədir? Allah görməməzliyə vurur, onun üstünü örtür. Və sanki əməliyyat aparır da ruh üzərində. Sanki məsələn bir virusdur, onu neytrallaşdırır, hər yandan bağlayır, həm görünmür, həm də başqa şeylərə təsir qoymur, amma həmişə qalır ruh. Heç elə bir baxış yoxdur ki, ruha təsirsiz ötüşsün. Mütləq ruh üzərində təsir göstərir. Ona görə tövbə əhəmiyyətlidir. Bu ayda ki, deyir, Allah bizi bağışlayıb, Allah ruhumuzda olan o bütün o ləkələrin üstünü örtməklə məşğul olur. Ona görə ki, tərk-ü zəmb əhvan min tələb-i təvbə. Günahı tərk eləmək